Deməli, yəni Almaniyaya gəldiyin bazardan qədər tez evlənməlisən ki, uşaq tez dünyaya gəlsin, uşaq tez yekələnsin. Yəni 5 yaş oldu, 4 yaş oldu, bəs eləyir. Yəni, Almanca öyrənməyinə ehtiyac qalmır. Harda dedi ata qadanam? Almancam indi mənim yoxdur, mən qoyun şeyəm. Nə dedi Almanca, nə dedi? Uşağı göndərdim, dedim getdi nə şeydədir. Hə? Almanca nə dedi? Hə? Hə. Bax deyə ala bax gəldik. Yo burada da ata. Deyir gələn. Gördən gəldik tapdıq. Bal. Burada da ki maşallah cürbəcür bal var. Belə var. Bəs eləyir. Qiyməti də bunun 5.27-dir də, ha. Baxın neçədir? Tonik, hə. Budur bax. Yox, daha doğrusu 2.69. 5 manatdır dana bir dənə, yarım kiloyu. Hə, hala 5 manata yarım kilo bal. Düzdür, qarışıqdır bu, təmiz bal deyil, amma idarə edir də yəni. Belə. Ona görə bacarın tez ailə qurun. Uşaq Almanca öyrənsin, bağçaya gedib, ondan sonra tərcüməçi axtarmayasınız. Ehtiyac qalmayacaq. Uşağı göndərsən, getdiyinə nə vala, belə, amma azımızı yaxşı bilməlidir. Ondan sonra canınızın sağlığı. Uşaq ucu tərcüməçiliyi eləyəcək. Elə də ya ata qadana. Ha işte. Heç nə, getdik, yaddaşlarını bizim düşmənlər yesin. De burada da qadanam, hala götür.